Hər vaxtınız xeyir olsun. Azərbaycanda ilk dəfə olaraq Opera Günləri layihəsinə start verildi və Opera Günləri çərçivəsində iyunun 6-sında ilk dəfə olaraq Heydər Əliyev Sarayında Dahi Üzeyir Hacıbəylinin Ölməz Leyli və Məcnun operası təqdim edildi. Ümumiyyətlə, opera layihəsinin əhəmiyyətindən Leyli və Məcnun operası ilə niyə məhz başlamasından bu haqda biz studiyamızın qonaqları, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Hafiz Quliyev və xalq artistlərimiz Mənsum İbrahimov və Nəzakət xanım Teymurova ilə danışacağıq. Xoş gördük hər birinizi. Təşəkkür edirəm ki, belə gərgin iş qrafikindən vaxt ayırıb efirimizə gəldiniz. Hafiz müəllim, elə gəlin sizdən başlayaq. Opera layihəsi ilk dəfədir. İyunun 25-nə qədər davam edəcək bu layihə və bu layihə çərçivəsində həm milli, həm də klassik operalarımız təqdim olunacaqdır sənətsevərlərə. Çox sağ olun, mən sizə təşəkkür edirəm Rüya xanım və tamaşaçılara sizin efir vasitəsilə salamlayıram. Doğrudan da çox önəmli bir tədbirdir. Yeri gəlmişkən son zamanlar bu tədbirlərdən çox keçirilir opera balet teatrında. Bax, Opera İnciləri adlı böyük bir tədbir keçirdi Filarmoniyada. Sonra bizdə 28 may gününə əsr olmuş Heydər Əliyev Sarayının böyük bir konsert təqdim olundu tamaşaçılara. Çox möhtəşəm bir konsert idi və iyunun 6-sından iyunun 25-nə qədər opera günləri təqdim olunacaq. Olundu artıq tamaşaçılara və ilk açılışda Üzeyir Hacıbəylinin qeyd elədiyiniz kimi Leyli və Məcnun operası Heydər Əliyev Sarayında ilk dəfə olaraq tamaşaçılara çox böyük uğurla təqdim olundu. Baş qəhrəmanlar da buradadır, onları da salamlayıram. Çox sağ ol da deyirəm ki, işlərin ötəsindən çox möhtəşəm gəldilər. Və bu çərçivədə, opera günləri çərçivəsində həmin milli operalar, necə Leyli və Məcnun, Əsl və Kərəm, Şah İsmail operalarından müxtəlif məkanlarda göstəriləcək. Sonra ustad dərsləri keçiriləcək. Opera teatrının direktoru, xalq artisti Yusif Eyvazovun dünən ustad dərsi oldu. Çox möhtəşəm bir dərs. Sonra konferanslar keçiriləcək. Və eyni zamanda bilirsiniz, bu müxtəlif məkanlarda olacaq. Bunun önəmli cəhətlərindən biridir ki, müxtəlif məkanlarda bu olacaq. İçəri şəhərdə, açıq havada, Xalça muzeyində, İncəsənət muzeyində və bağlanış da möhtəşəm bir bağlanış olacaq Dənizkənarı parkda. Bu çox möhtəşəm bir proqram tutulur və bunun əsas məqsədi nədir? Operanın təbliğatı, tanınılması, sevdirilməsi. Xüsusən gənclərə ki, hansı ki opera janrını, bizə janr olaraq çətin janrdır, populyar janrı deyil və çox vaxt sevilməsi çətin olur. Amma qarşıya qoyulan məqsəd də budur ki, bax, bu janrı tamaşaçılara yenidən sevdirmək. Və buna da mən düşünürəm ki, təqribi artıq çox mühüm addımlar atılır və siz də iştirak elədiniz. Ayın 6-sında açılışda Heydər Əliyev Sarayında Leyli və Məcnun operası təqdim olundu və tamaşaçılar bilirsiniz, maraqlı cəhət odur ki, Heydər Əliyev Sarayı böyük saraydır, möhtəşəm bir saraydır. Orada hər hansısa bir tədbirin keçirilməsinin özü artıq bir önəmli bir hadisədir və eyni zamanda tamaşaçı sayı da orada yer böyükdür. Onun mütləq o tamaşaçı zalı gərək bütöv olsun ki, həm də orada səhnədə həm istər tamaşa olsun, istər konsert olsun, orada iştirak edən sənətçilər daha həvəslə onu həyata keçirə bilsinlər. Mənim üçün çox maraqlı bir cəhət o idi ki, Leyli və Məcnun operası orada göstərildi və biz əlbəttə ki, biraz düşünürdük ki, operadır, ilk dəfə orada göstərilir, tamaşaçı orada bilet alıb gələcək, necə olacaq və çox şükürlər olsun ki, biletlərin hamısı satıldı. Ən önəmlisi də o idi ki, çox belə qeyri-adi reklam da olunmadı. Əslində reklamsız tamaşaçılar biletləri aldı. Mənim yadıma gəlir ki, orada hər hansısa bir dünyanın ən məşhur adamları gələndə onun gecə-gündüz reklam olunur. Hər yerdə çıxır. Bəli. Amma Leyli və Məcnun operası sadəcə olaraq bir afiş ilə, amma biletlərin hamısı satıldı. Bu çox önəmlidir bizim üçün. Əslində niyə Leyli və Məcnun operasını biz nəzərdə, teatr rəhbərliyi nəzərdə tutdu ki, Heydər Əliyev Sarayında olsun. Ondan öncə tamaşanın qoyulması günündə, yanvar ayında biz bir Leyli Məcnun operası almışdıq və elə hörmətli sənətkarlarımız orada iştirak edirdi. Biz tamaşanın dekabr ayında nəzərdə tutulduq. Dekabr ayında çıxdı və 3 günə biletlərin hamısı satıldı.
siz inanmarsınız nə qədər tamaşaçı zəngi, nə qədər tamaşaçı istəyi falan. Əslində bu tamaşaçıların istəyi ilə oldu ki, biz də fikirləşdik ki, əgər bu qədər istək varsa, əgər bu qədər cəmaət istəyirlər ki, bu tamaşaya baxsınlar, onda yəni elə Heydər Əliyev sarayında bu nümayiş olunsun ki, hər kəs istəyinə çata bilsin. Və elə də oldu. Tamaşa salındı və biletlər də alındı. Bu tamaşanı sevənlər, bu tamaşanı baxmaq istəyənlər, Mənsum İbrahimovun, ya Nəzakət Teymurovanın ifasında baxmaq istəyən və başqa bizim, bilirsiniz o teatr tamaşada tək Mənsum İbrahimov deyil, Nəzakət Teymurov deyil. Çox sağ olun və Mənsum müəllim, ümumiyyətlə biz fikir vermişik ki, bir çox əhəmiyyətli layihələrin, tədbirlərin başlanğıcı məhz Leyli və Məcnun operası ilə olmasa da, oradakı partiya ilə başlayır. Leyli və Məcnun partiyaları mütləq şəkildə var. Elə Ağdamda Muğam Mərkəzinin açılışında da məhz Nəzakət xanımın sizin ifanızda Leyli və Məcnundan o partiya ifa olundu. Mən tamaşaçıları salamlayıram, təşəkkür edirəm sizə. Hafız müəllim çox ətraflı danışdı. Bilirsiniz, bu əsər ona görə ölməzdi ki, bu Muğam operasıdır. İki böyük dahinin yaratdığı Məhəmməd Füzuli, Üzeyir Hacıbəylinin yaratdığı bu əsər düşünürəm ki, heç vaxt ölməyəcək. Bundan da sonra əsrlərlə yaşayacaqdır. Çünki kökündə muğamla yanır. Klassik Azərbaycan muğam məktəbi yanır. Və mən sizə deyim ki, həm çətin bir operadır. Çünki burada Dahi Üzeyir bəyimiz 7 muğamın 7-sindən də istifadə edib. 3 saata yaxın bu operada dayanmadan o muğamlar ifa olunur və təkcə ifa olunmur. Orada bilirsiniz, hərəkət var, mizanlar var, obraz var. Ona görə də tamaşaçı hər zaman bu əsərə xüsusi maraq göstərir. Mən deyərdim ki, milli operalarımızın şah əsəridir bu əsər. Ona görə də mən də özümü xoşbəxt sayıram ki, mən bu əsərin daşıyıcısıyam, bu obrazın, bu bir simasıyam. Və Allah Şövkət Ələkbərovanın ruhunu şad eləsin. Çünki mən opera teatrını Şövkət xanım gətirir. Mən tələbə idim. Deməli, muğam müsabiqəsində birinci yerin qalibi oldum. Şövkət xanım da münsif idi. Mənə o diplomu təqdim elədi və sonra məni yanına çağırdı və mənə dedi ki, sənin obrazın Məcnundur. İndi hər dəfə o səhnəyə çıxanda mən ruhuna dua oxuyuram. Və onun dəvəti ilə, onun məsləhəti ilə mən opera teatrına götürdülər və bu illəri 40 ili tamam olur mənim opera teatrına gəlməyimin. Tələbə vaxtımda mən orada böyümüşəm. Hüseynqulu Sarabskidən çoxdur. Səhv etmirəmsə, onda 30 idi. Bəli. Və kiçik rollardan başlamışam. Zeyddən, İbn Salamdan və digər rollardan və nəhayət ki, Məcnun rolun elə biz Hafız müəllimlə deməli, teatra bir vaxta gəlmişik və hazırlaşmışıq və bu günə qədər tamaşaçı məni qəbul eləyir. Təbii ki, mən artıq 7 ildir fəal səhnədən çəkilmişəm. Özüm könüllü olaraq bir 20-yə qədər gənc ifaçını, muğam müsabiqəsinin qalibləri mənim məsləhətimdən opera teatrına götürüblər və hamısı da artıq bu baş rolları ifa edirlər, tamaşalarına gedirik, onların mən hazırlanmasında bilavasitə iştirak edirəm, dəstəkləyirəm, tamaşalarına gedirəm, təbrik edirəm. Çünki bu zəncir davam eləməlidir. Sadəcə olaraq çoxsaylı tamaşaçıların tələbinə görə, istəyinə görə mən ildə bir dəfə bu tamaşanı bizim sevimli Leylimizlə, Nəzakət xanımla ifa edirik və mən sevinirəm ki, həm də özümü xoşbəxt hiss edirəm ki, elə bu Leyli Məcnun tarixində bir ilkə imza atıldı. İlk dəfə Heydər Əliyev sarayında, ölkənin baş sarayında bu əsər göstərildi və canlı yayımanda bütün tamaşaçılar baxa bildi. Nəzakət xanım, siz neçənci səfər idi ki, səhnəyə Leyli obrazında çıxırdınız və Məcnun da məhz Mənsum müəllim idi. Öncəliklə bütün tamaşaçıları salamlayıram. Onu heç mən saymamışam düzünə qalanda. Mən onun həmişə demişəm ki, keyfiyyətə fikir verməyim. Yaddaşımda qalmayıbdır ümumiyyətlə. Amma ki, həmişə mən onu qeyd edeyim ki, istər xarici ölkədə, istər Bakıda biz istəmişik ki, professional şəkildə, ondan sonra əsl Leyli Məcnun hisslərin, duyğuların tamaşaçılara çatdıraq. Ona görə də bizim üçün Leyli Məcnun əsəri əvəz olunmazdır və çalışırıq ki, həmişə yüksək səviyyədə onu tamaşaçılara çatdıraq. Ümumiyyətlə, aktyor üçün, bax,
hər bir yerdə Hafiz müəllim siz də təsdiq eləyərsiniz, solist deyilən bir anlayış var. Əsas partiyanı ifa edənlər var. Yəni sizin tərəf müqabilinizin önəmi varmı? Hansı aktyordur? Təbii ki. Məsələn bizdə hətta mən indi buradan deyim, operatorla çıxırıq çəkilişə. Sağ olsun hamıya təşəkkürümüzü buradan bildiririk. Amma elə operator var ki, onlar bizim üçün xüsusi yaradıcıdırlar, fərqlidirlər. Bəli, təbii ki, elədir. Yəni mən onu qeyd edeyim, həmişə mən onu da qeyd edirəm ki, Mənsum müəlliminlə oynamaq çox rahatdır. Ona görə ki, hər reaksiya, hər baxışa deyərdim cavab verir. Yaşayırıq, bəli. Ona görə də bəzi ifaçılar var ki, biganə yanaşır. Ona görə də biraz reallıq olmur. Amma ki, bir-birini başa düşmək lazım. Bir baxışdan, bir elə çiyin, ondan sonra baxışlarından. İndi onu Hafiz müəllim yaxşı rejissordur, ətraflı surətdə deyə bilər. Amma ki, həqiqətən də Mənsum müəllimlə neçə illərdir ki, çalışmışıq ki, səhnədə əsl Leyli və Məcnun, Leylisi və Məcnunun tamaşaçılara çatdıraq, belə deyərdim. Söz düşmüşkən, ümumiyyətlə operada, obrazda yaşın fərqi varmı? Bilirsiniz, yaş belə bir şeydir ki, obraz yaşatmaq üçün yaşdan çox onu hiss eləmək daha önəmlidir. Və onu tamaşaçıya, onun həmin personajın həmi daxili dünyasının, həmi onun fiziki vəziyyətini, həmi onun mənəvi dünyasını çatdırmaq önəmlidir. Yəni onu çatdıran aktyor demək olar ki, o obrazı, halın və düşüncəsini düzgün anlaya bilib ki, onu çatdıra bilir. Amma ümumilikdə əlbəttə ki, var, tutaq ki, Leyli Məcnun obrazdan gedir də bu dəqiqə bizdə söhbətdə, elə deyil. Sən Leyli Məcnun belə bir obraz ki, buna müxtəlif yanaşmalar mümkündür. Yəni, bəzən deyirik ki, Məcnun elə Füzulinin özüdür. Füzulinin özüdür və Füzuli özün yazır, bəzən belə deyirik də bizdə. Yəni, müxtəlif yanaşmalar mümkündür. Amma Leyli və Məcnun, Füzulinin Leyli Məcnundan gedirsə söhbət, əlbəttə ki, burada söhbət yer məhəbbəti deyil, yerdən uzaq qaldırılmış ilahiyə gedən bir yol var burada. Bəli. Və məhəbbət bu yer məhəbbəti deyil də. Bu yer məhəbbəti olmadığına görə burada artıq məkan, zaman, yaş, bunların hamısı kəsb edir. Gərək o məhəbbəti doğrudan da o sevgini, o Füzuli düşüncəsini biraz yerdən qaldırmaq imkanı olsun. Bunu kim eləyə bilirsə, demək o obrazın yiyəsi odur əslində. Bu baxımdan əlbəttə ki, opera belə bir şeydir ki, janr olaraq, çətin janrda aydın məsələdir. Burada çətindir aktyor üçün səhnədə hansısa bir obrazın ümumilikdə, bütövlükdə halın, əhvalın, onun obrazı tamaşaya çatdırır. Niyə? Çünki bir neçə funksiyanı o yerinə yetirmək məcburiyyətindədir. O oxumalıdır. Mütləq ki, o səsi, ona imkan verməlidir ki, o Üzeyir Hacıbəylinin, bəstəkarın yazdığı musiqini və Azərbaycan muğamlarının, əslində Leyli və Məcnun muğam operası olduğuna görə muğamların üstündə qurulub və Üzeyir Hacıbəyli 7 əsas muğam hamısından burada istifadə edib. Burada muğamların bütün, həm bütün registrlərdə muğamlar var, aşağı, orta və zil. Burada şur da var, seygah da var, cahigah da var, qatar da var, şaxnaz da var. Təsəvvür edin ki, bütün muğamları sən özünü göstərə bilmək məcburiyyətindəsən. Bunu ifa eləmək əlbəttə çətindir və bu gərək səsin o qədər uyğun olsun ki, sən bu obrazları yaratmağa imkanın olsun. Bundan əlavə, əlbəttə ki, bir tərəf müqabili var. İndi Nəziyyət xanım tərəf müqabilindən danışdı. Əlbəttə, tərəf müqabili vacib bir şərtdir. Kim olursan ol. Söhbət nə nazirlikdən gedir, nə mənsubundan gedir. Bir vəhdət təşkil eləməlidir də iş. Bütün ifaçılardan tərəf müqabili sənə əgər istədiyin o reaksiyanı verməyəcəksə, o enerjini verməyəcəksə, sən tək əlbəttə ki, o obraz yaratmaqda çətinlik çəkəcəksən. Sən o həmin enerjini qarşında dayanan adamdan almalısan, o tərəf müqabilindən almalısan ki, sən o obrazı daha dolğun yarada biləsən. Tərəf müqabili vacib demək ki, səs sonra tərəf müqabili gəlir və aktyor ifadə vasitələri deyilən bir şey var.
Yəni bu Stanislavski deyir ki, mən opera ifaçıları üçün deyir əslində, deyir ki, mən demirəm oxumayın, amma siz həm də bunu aktyor kimi oxuyun. İnandırıcılıqdır burada. İnandırıcılıqla oxuyun. Yəni o 5 əsas prinsip var da, onun axırıncısı dəyişmədir. Dəyişib olursan obraz. Həmin adamdan dönüb olursan obraz. Və bu obraza dönmək üçün əlbəttə sənin bir aktyor ifadə vasitələrin və aktyor tərzin olmalıdır. Özünün bir vasitələrdən düzgün istifadə etmək üçün istedadın olmalıdır. Bütün bu şərtlərin hamısını bir yerdə cəmləyib və bunu opera ifaçısı üçün, məsələn, aktyor üçün ola bilər ki, biraz rahatçılıq olar dram aktyoru üçün, çünki bu aktyordur. Bu müğənni üçün biraz çətindir, amma biz əlbəttə ki, biz ona özümüzdə əsas götürməyəcək ki, bu çətin də olmasın. Yox, bax, indi Allah şahididir, Mənsum İbrahimov da, Nəzakət Teymurova da bunlarla 8 ay, gündə 4 saatdan məşğul olunub bu iş üçün. İlk o tamaşaları Gülyaz Məmmədovla oynayırdı Mənsum İbrahimov. 8 ay, sonra Nəzakət gəldi 6 ay. Hətta məşqlərə dözmürdü, ağlayırdı. İndi özü buradadır, kənarda deyil, üzünədir. Ağlayıb, müxtəlif bəhanələrlə istəyirlər ki, bu elə belədən gəlib, birdən-birə nə Leyli olmaq olur, nə Məcnun olmaq olur. Bu elə belə bir məsələ deyil. Bunun üçün və biz də bu məsuliyyəti hiss edirik ki, bu obraz üçün doğrudan xüsusi biz hazırlıqlar keçirik ki, bu obrazı səhnəyə çıxan hər bir kəs bu günlərində Mənsum müəllim dedi, onlarla gənclər gəlib teatra, onlarla Leyli var, onlarla Məcnun gəlib, gənc Məcnunlar. Əlbəttə biz bunları yetişdirməkdən ötəri ta ki bizim bu təcrübəli ifaçıların təcrübəsindən də istifadə edirik. Eyni zamanda onların özünün üzərində çoxlu işlər gedir ki, onlar da gəlib bu mərtəbələrə çata bilsinlər. Mənsum bəy, siz özünüz də pedaqoqsuz və sizin də tələbələriniz Məcnunlarınız var. Və siz bugün muğam müsabiqəsinin həm də münsiflər heyəti sırasındasınız. Bir fikir səsləndi, çox təəssüf edirəm əslində bu fikri səsləndirən insanlara və dedilər ki, muğam müsabiqəsinə istedadlı 14, siz də oradasınız, Nəzakət xanım münsiflər heyəti sırasında 14-15 yaşlı istedadlılar var. Onlar çıxsınlar, oxusunlar həmin obrazın yaşına görə. Birincisi, düşünürəm, siz də yəqin indi təsdiqləyərsiniz, əsərlə muğam operasını səhv salmağa olmaz. Bilirsiniz, mən qınamıram o insanlar, çünki onlar bilmirlər yəni bu işləri, bilməyərək danışırlar, təəssüf ki. Bilirsiniz, müsabiqədə əlbəttə bugün gənclərimiz oxuyurlar, çox istedadlı gənclərimiz var. O uşaqlar bir dənə, 2 dənə şöbəni orada oxuyanda 100 dənə qüsur tapılır ona. Görürsünüz, mən sizə deyirəm ki, 7 muğam oxunur burada və bütövlükdə bu əsər hazırlanır. Bilirsiniz, o deyilən şey filmə çəkilmək olar, kinoya çəkilmək, kinoda ola bilər. Opera spesifik bir Heç kinoda da biz görməmişik. Romeo Juliet də mən çünki cavan gənc yaşda olanı operada görməmişəm. sənətkar gündə yetişmir. Bax, bircə mən misal deyim sizə. Mən əvvəlki o bir neçə tamaşalarım ki, oxuyurdum əvvəl. Baxırdım, çox belə tamaşaçı alqışlayırdı, sevinirdim ki, hər şey yaxşıdır. Amma mən artıq o oxumağı hiss elədikcə gördüm ki, mən əzbərləyib oxuyuram, hər şeyi mexaniki oxuyuram, bilirsiniz. O tamaşadan tamaşaya aktyor puxtələşir, illərlə puxtələşir. O birdən-birə ifaçı, operada ifası yetişmir. O qiymətli daşlar İfası yetişmir. Sadəcə əzbərləyib o sxemi oxuyur və yaxud deyək ki, rejissorun coğrafiyasını qurduğu, coğrafiyanı əməl edir ki, buradan bura get, buradan otur, buradan dur. Amma zaman keçdikcə artıq o aktyor, ifaçı öz ifasını hiss eləməyə başlayır. Artıq onda o tamaşaçını yığmağa başlayır. Biz o tamaşaçıları yığmışıq, zamanla yığmışıq. O tamaşaçıdır ki, və gəldi ölkənin baş sarayında və bizə dəstək oldu və öz alqışlarında göstərdi. Ona görə də bilirsiniz, bəzən insanlar, çox təəssüf edirəm ki, sənətə aid olmayan insanlar sənətdən məsləhət verirlər. Çox təəssüf edirəm ki, məncə hər kəs öz işinə məşğul olsa daha yaxşıdır. Bu zövq məsələsidir. Məsəl üçün, biri Nəzakət xanımını oxumağı sevə bilər, biri mənim, biri məsələn, başqa bir ifaçın, o normal bir şeydir. Amma hökm vermək, bilirsiniz, məsləhət vermək heç kimin haqqına deyil, yəni heç kimin həddinə deyil. Yəni bu. Onu sənətkar deyə bilər, bilirsiniz, sənət insanı deyə bilər, rejissor deyə bilər, ifaçı deyə bilər. Amma üzr istəyirəm, başqa sənət insanları üzr istəyirəm, görsən ki, muğama məsləhət verirlər. Məsələn, bizim hətta müsabiqədə də mən rast gələm, bilirsiniz ki, filankəs daha yaxşı oxudu, mən onun özəlliklərini sayırım, deyir, mən onu bilmirəm. Deyirəm, bəs bilmirsən, niyə danışırsan? Bilirsiniz, hər sənətin özünün özəllikləri var, təhsili var. Məsələn, mən 50 ilə yaxını bu sənətə xidmət edirəm.
özüm muğam professoruyam. Bugün mən hökm verməyə çəkinirəm. Çünki birdən səhv eləyərəm. Amma görürsünüz ki, çox sadə, üzr istəyirəm, bir başqa sahənin insanları da görürsünüz ki, götürüb məsləhət verir, hökm verir, nə bilim belə, kiməsə qiymət verir. Yenə deyirəm, bir tamaşaçı kimi kimsə xoşlaya bilərsən, bugün məni xoşlamırsan, getib məsələn başqa bir ifaçını. Çünki il boyu bu tamaşalar gedir. Mən ildə bir tamaşa oxuyuram. İkiniz birlikdə. Bəli, get sevdiyim ifaçıya qulaq as. Amma özür istəyirəm, kimsə məsələn başqa bir söz deməyə, bilirsiniz bu yaraşmaz. Bu bizim milli musiqimizdir bu. Biz milli musiqinin daşıyıcılarıyıq. Heç kimin həddi deyil ki, bilirsiniz ki, ona bilsən o başqa söz desin, bilirsiniz. Haqqı da yoxdur, bilirsiniz. Ölkənin baş sarayında o tamaşaçı verdi o cavab, mən yox. Biz həmin o görüntüləri indi birazdan təqdim edəcəyik. Nəzakət xanım, Hafiz müəllim əslində qeyd etdi. Burada söhbət tək tamaşaya çıxdın, oynadın, ondan getmir. Burada vokal təcrübəsinə malik olmalıdır. Həmin o partiyaları ifa edən insanlar, ondan əlavə inandırıcılıq qabiliyyəti olmalıdır. Amma istərdim siz də deyəsiniz ki, bugün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında yer alan Leyli və Məcnun təkcə xalq artistlərimiz, Nəzakət xanım Teymurovanın və Mənsum müəllim İbrahimovun ifasında təqdim olunmur. Həmin o insanlar da repertuardan bir xəbərdir, aktyor heyətindən bir xəbərdir. Hər halda təsdiqləyərsiniz. Mən onu qeyd edeyim ki, hələ yadımda deyil, Hafiz müəllim kömək eləyər mənə. İlk dəfə olaraq mənim tələbəm Füsar Musayeva. Musayeva elə ilk dəfə elə muğam müsahibəsinə çıxmışdı. Gəldi elə Leylidə ifa etdi. Sadəcə ailə qurdu, uzaqlaşdı. Ondan sonra bugünkü gündə çox gözəl Leylilərimiz var. Arzu Əliyevadır, Rəvanədir, Gülzardır. Hərəsinin öz tamaşaçısı var. Təbii ki, oynayırlar. Belə bir şey var, tarixən Leyli Məcnunlar yetişirlər. Bir-birinə tamaşaçı mı, ondan sonra o ifalar mı, bir-birinə yaraşan ifaçılar olubdur tarixən. Ona görə də çox şükürlər olsun ki, neçə illərdir ki, Mənsum müəllimlə bizim Leyli Məcnun operasını tamaşaçılar, mən onu qeyd edeyim ki, 96-cı ildən bax bugünkü günə qədər, təbii ki, Mənsum müəllim məndən qabaq öncələr ifa edibdi. Ondan o tamaşaçılar bugünkü gündə də bax o Heydər Əliyev sarayında necə deyərlər, tamaşaçı kimi öz necə istəklərin, duyğuların bildirdilər mənə o günlərinə. Yəni sevmək, seçim var da. Ola bilər Mənsum müəllim bayaq dedi ki, məsəl üçün biri məni sevər, biri kimsə sevməyə bilər də. Ona görə də o tamaşaçının rəyidir. Ona görə mən heç kimi məcbur eləyə bilmərəm ki, məni sev ya kimsə sev. Qəbul edilən, sahədə də belə. İstər bu təhsil sahəsi olsun, istər bizim televiziya sahəmiz olsun. Üzr istəyirəm. İfanı qoyurlar bəzi lazımsız şeylərlə. Mənsum müəllim bayaq da qeyd elədi. Biz muğam ifaçılarıyıq. Biz azından ana laylamızı daşıyıcılarıyıq. Ona görə bəzi cılız şeyləri ortalığa qoymaq bizim nə sənətimizə, nə şəxsiyyətimizə yaraşmayan şeylərdir. Biz bugün nə Leyli Məcnunu burada təbliğ edirik, nə sizin PR-ınızı aparırıq. Bəli. Sadəcə bir söhbət eləyirik ki, əslində reallıq nədən ibarətdir? O həqiqəti görməyən insanlara demək istəyirəm ki, bugün İlkin Əhmədov, Elnur Zeynalov, Mirəli Sarızadə, Xəyal Hüseynov, 4 dənə ikisi qapı daha gəncdirlər. Buyurun, gedin tamaşalara, niyə baxmırsınız? Gedin baxın da. Hansı ki, o ifaçalarla biz dəstəkləmişik. Bilirsiniz, yenə demək istəyirəm ki, həqiqəti görmək lazımdır. Sadəcə olaraq fikir başqadır, bilirsiniz, yenə deyirəm. O, bu günləri belə bir, görürsən, sosial şəbəkədə o klaviatur arxasında görürsünüz ki, lazımsız şeylər, amma milli musiqiyə dil uzatmaq heç kimin həddi deyil. Mən buradan demək istəyirəm ki, heç kimin. Biz canımızı qoymuşuq bu əsərdə, bu muğamımızda. Mənim yüzlərlə tələbələr yetişdirmişəm və bugün hamısı meydandadır. Bunu hər kəs bilir. Məndən çox gənclərə dəstək olan ikinci bir ifaçı mən az dəyərləmiş, barmaqla saya bilərlər.
Və mən təklif eləyirəm Mənsum müəllim, Nəzakət xanım, Heydər Əliyev sarayında həmin gün ayın 6-sı təqdim olunan Leyla və Məcnun operasına qısaca bir səhnəyə baxaq. Gelin Mecnun, gelin Mecnun, Leylinem, aşık olur kinem, kılır canım feda canana, meyli canan etmesin. Deməli, iki xanım oturdu, gəldi yanımda. Gecikmişdilər onlar tamaşaya, artıq bir pərdə geridə qalmışdı. Təəccüb elədilər ki, nədən tez başlayıbdı, saat 8-də. Axı Nəzakət xanımın konserti saat 8-də idi. Mən də dedim ki, o Nəzakət xanımın sarayda təqdim etdiği konserti idi. Bu isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının tamaşasıdır, hansı ki, vaxta uyğun olaraq saat 7-də başlayır. Onlar baxdılar tamaşaya, mən səbirlə gözlədim sona qədər və mən onlara bir sual verdim sonunda. Dedim, üzr istəyirəm, onlar sizdən bir söz soruşum. Bilet almışdılar, online almışdılar bileti. Mən dedim ki, siz Nəzakət xanıma elə başa düşdüm də. Dedi ki, hər ikisinə görə Mənsum müəllimlə Nəzakət xanım oynayır. Onu da çox nadir hallarda tapmaq olur. Çıxış eləyirlər birlikdə. Mən onlara sual verdim. Bayaq Hafiz müəllimə də verilişdən öncə danışırdım. Dedim, siz bəs bilsəydiniz, 14 yaşında, 15 yaşında gənc muğam ifaçıları ifa edir, gələrdiniz. İnanın səmimiyyətimə, xanım mənə, yaşa dolmuş bəlkə 60-a yaxın yaşı var idi. O mənə düşməncəsinə belə baxdı, yox, belə elədi. Yəni, gülünç gəldi ona. Bu nə danışır, bu nə deyir? Onlar məsələ bundadır ki, müxtəlif yaşda, məsələn biz onu sınaqdan da keçirmişik. Bax, gənclərdə, amma burada bir məsələ var da. Bax, bizim teatrda mütəmadi olaraq, indi qeyd elədilər, bax, 93-cü ildən sonra da, bax, Mənsum İbrahimov, yəni Nəzakət Teymurowdan sonra, mən indiyə qədər sayım, 17 Leyli gəlib teatra, gənc Leyli. Haradasa bir 8 Məcnun. Məcnunlar Leylidən az olub, amma 17-18 gənc. Məsələn, dedi, Salə Musabə çox maraqlı bir Leyli idi. Bizdən asılı olmayan səbəbdən başqa ölkədədir. Nigar Şabanova oynadı, gəldi, çox maraqlı oynadı. Rəvanə Qurbanova çox maraqlı, həm Leyli oynadı, həm Şah Sənəm oynadı. Sonra gənclər Arzu Əliyevə oynadı və bugün də oynayır və bütün baş partiyaları oynayır. Gülzar Fərəcova, Rəvanə Əmraslanlı, bunların hamısı gəldi və Güllü Muradov oynadı, çox maraqlı Yetərincə də oynadı. tamaşaçılara üzünü söndürənlər var. Şabuyi Bayov yaxşı Məcnun oynadı. Bugün Elnur Zeynalov, ondan sonra İlkin Əhmədov və bu günləri gənclərimiz var. Xəyal Hüseynov, ondan sonra Mirəli, bunlar oynayırlar. Yəni gənclər oynayır və mən bir söz deyim sizə. Hətta o adamlar var ki, bugün oynamayıb və bir dəqiqə kənarda biz hamıya təklif edirik. Bütün Leyli və Məcnun oynamaq iqtidarında olan adamlara biz çalışırıq ki, imkan yaradılsın və həmişə də onlara təklif eləmişik. Mirəliməm özüm şəxsən neçə dəfə demişəm, Kamilə neçə dəfə, indi onlar da oynayacaq söz yox, amma təkliflər olub hamıya təklif olub, heç kim kənarda qalmayıb. Bir məsələ var burada. Burada Mənsumla Nəzakət oynayır deyə belə bir şey yoxdur ki, heç kim ora gəlmə. Elə bir şey yoxdur. Bunlar var əlbəttə ki, amma gənclər də gəlir və gəncləri çox vaxt özləri əllərdə tutub gətirirlər ki, bunlar gəlsinlər, oynasınlar. Var və bu gün də oynayırlar, gələcəkdə də bu olacaq. Yeri gəlmişkən bu günləri teatrda daha çox belə şəffaf bir şey yaradılıb ki, sən özünü danlıları göndərirsən teatra və onlar baxırlar, qulaq asılır sənə və növbəti sənə qulaq asmaq lazımdır, çağırırlar, qulaq asırlar və uyğun gəlirsənsə götürülür. Özə səs mütəxəssisləri qulaq asır, götürülür. Yəni burada hər şey şəffafdır, burada bir şey yoxdur. Və bizim istəyimiz, şəxsən mənim istəyim ondan ibarət, bir iş zor kimi istəyim ondan ki, tək ki
yeni gənc ifaçılar çıxsın meydana və mən həmişə deyim, bugünün sözü deyil mən rejissor keçəndən bugünə qədər bu sözüm olubdur. Çox istəyərdi ki, bax əlbəttə ki, gənc ifaçılar, uyğun ifaçılar həm Leyliyə, həm Məcnuna, həm Şahsənəmə, həm Ərəb Zəngiyə uyğun ifaçılar yetişsin, gəlsinlər və biz çox sevinərik ki, onlar gəlib bu Leyli Məcnunu davam elətdirəcəklər, gələcək nəslə və bu gedən klassik həldir də və bu klassik həldə tamaşanı oynamaq, qoy gənclərimiz də gəlsinlər, oynasınlar. Əlbəttə ki, bizim arzumuzdur bu. Siz deyirsiniz, bax, muğam müsabiqəsindən 17 nəfər, 18-19 nəfər bugün teatrda çalışır. Yəni artıq biz o yaxşı ki o var və biz onlardan istifadə eləyirik. Və ondan da əlavə əlbəttə ki, kim bizdə istəyimiz budur. Əslində ki, mən həmişə mənim birdən böyük bir yazım çıxmışdı. Teatr təzə qana mühtaçdır. Əlbəttə ki, hər dövr var. Dövr getdikcə gənclər gəlir, gənclər də gəlməlidir və hamımızın istəyimiz də odur. Onlar da gəlib oyuncu. Amma bir məsələ var ki, əgər bu günləri tutaq ki, nəzakətlə mənsub ya olsun, bizim o təcrübəli solistlərimiz Gülyaz xanım olsun, Gülstan xanım olsun, ya başqa bizim o, əgər onlar aktiv bütün günü ancaq Leyli və Məcnun oynayasaydılar və bir gənclər olmasaydı, mən əlbəttə mən özüm ona razı olmazdım, hamımız ona razı olmazdıq. Bugün bunlar aktiv oynamırlar. İldə bir dəfə, 2 ildə bir dəfə, bir dənə tamaşa oynayır. Bir ustad dərsi deyək əslində ona ki, gənclər müəyyən təcrübə gələndən sonra, tutaq gənc insan gəlib tamaşa oynamağa, yaxşıdır, çılğın oynayacaq, səhnədə hərəkətləri çox dinamik ola biləcək, maraqlıdır, yaxşıdır, amma elə şeylər var ki, o təcrübə ilə yığışır. Və o təcrübənin də o həyatı keçmiş adamlar var. Onlardan öyrənməlidirlər onlar. Bəzi şeylər kitabda yazılmır, bəzi şeylər təcrübə ilə yığılır. Və biz də əlbəttə səhnəmiz həmişə açıqdır onlar üçün. Və teatra nə lazımdır? Baş rejissora və yaxud ümumiyyətlə rejissora, aktyorlara nə lazımdır? Keyfiyyətli iş və tamaşaçı. Və bəzən elə deyilir ki, söz, əslində bizim istəyimizi onlar başqa formada deyil. Biz istəyirik ki, əlbəttə yeni istedadlı gənclər gəlsin. Kim istəmir ki onu? Ülviyə xanım, hər muğam müsabiqəsindən sonra orada qalib seçilən ifaçılardan biz onlardan dəvət edirik o qaliblərdən. Yəqin ki, bu dəfə də olacaq. O ifaçılardan ən azından biri, ikisi dəvət olunur operaya və bu günləri, məsələn, mənim şəxsən əsas işim orada o gəncləri orada dəvət eləmək və o gənclərlə işləməkdir. O gənclərin çoxunu mən hazırlayıram orada. Özüm hazırlayıram, özüm də səhnəyə Hafız müəllimlə bir yerdə çıxardırıq. Tamaşasına da gəlirik, dəstək oluruq, çıxardırıq. O xüsusi bir zövqdür. Gənclərlə işləmək xüsusi bir zövqdür. O bizim istəyimiz də əslində. Biz də çox istəyirik. İstedadlı gənclərin olmağı bizim hamımızın şərəfimizdir. Bizim hamımızın istəyimizdir. Amma ildə ki, çox saylı tamaşaçılar ki, hansı ki, öz tamaşaçılarımız var. Çox minlik tamaşaçıların tələbinə, istəyinə görə biz ildə bir dəfə o səhnəyə çıxırıq. Ustad dərsi kimi tamaşaçılara Və mən qeyd etdiyim kimi nə lazımdır? Qəşəng keyfiyyətli iş və tamaşaçı. Hansı ki, bu tamaşaçını biz o gün Heydər Əliyev sarayında gördük və mən bayaq da qeyd etmişdim, həmin o tamaşaçı alqışına burada biz də qulaq asaq və tamaşaçılarımızı da onu təqdim edək. Acizdir bunun qarşısında. Bütün zal ayaq üstə alqışlayırdı və zalda bir dənə belə yer boş deyil. Mən uğur arzu edirəm hər birinizə və əsas odur ki, Allah can sağlığı versin. Sənətimizi siz hər biriniz dünyanın xarici səhnələrində təmsil edirsiniz. Siz tamaşalar qoyursunuz digər xarici səhnələrdə. Budur əsas. Buna diqqət yetirsinlər və həmin o opera günləri layihəsində iyunun 25-nə dək saysız bizim həm milli operalarımız, həm klassik operalarımız təqdim olunacaq. Və xoşa gəlməz sözlərdən istifadə etməkdənsə, o yazıları yazmaqdansa, gedin, baxın və tamaşaçını buna səsləyək gəlin. Bizim əsas işimiz Azərbaycan incəsənətdə düzgün, doğru, ürəklə və vicdanla xidmət eləməkdir. Təşəkkür edirəm. Siz sağ olun, var olun, uğur arzu edirəm hər birinizə. Belə,
Leyli və Məcnun operasında yeniyetmə aşiqlərin yaşlı aktyorlar tərəfindən ifa edilməsi məsələsi teatr və opera dünyasında daimi müzakirə mövzusudur. Bu, əslində sənətin yalnız fiziki görünüşündən ibarət olmadığını, daha dərin vokal ustalıq, dramatik təcrübə və emosional yetkinlik tələb etdiyini göstərir. Efirdə dəyərli sənətkarlarımızla aparılan müzakirənin yekunu olaraq deyə bilərəm ki, sənət qəliblərə sığmayan, daim inkişaf edən bir sahədir. Aktorların yaşından asılı olmayaraq, onların ifa etdiyi hər rol tamaşaçıya çatdırdığı hər his sənətin əbədiliyini sübut edir. Odur ki, sənətə və sənətkarlara dəyər verək, onların yaradıcılıq bacarıqlarına, təcrübəsinə hörmətlə yanaşaq və bu zəngin mədəni irsi birlikdə yaşadaq.